Salam əziz dördüncülər, hörmətli valideynlər. 4-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz oxşar daha sadə məsələ həll etməklə məsələ həlli üsuludur. Bu nə deməkdir? Yəni ki, bizə məsələ veriləcək, bu məsələni nümunə gətiririk. Yəni belə deyək də izahını vermiş oluruq. Bu nümunəni necə həll ediriksə, bu məsələni də belə tapırıq. Yəni ilk öncə buna bənzər bir məsələ kimi özümüz planlaşdırırıq. Ondan sonra məsələnin tamamını tapırıq və yaxud da ki, məsələ müəyyən hissələrə ayrılmışsa, ilk öncə bir hissəsini hesablayırıq. Daha sonra bu bir neçə hissədən ibarətsə, ümumilikdə nə qədər, yəni cavabı tapılmış olur. Nümunəyə baxın. Nümunədə yazır ki, Səbinə 3 böyük hədiyyə qutusu aldı. Hər böyük qutuda 2 orta ölçülü, hər orta ölçülü qutuda isə 2 kiçik qutu var. Səbinə cəmi neçə qutu aldı? Biz bilirik ki, ən kiçikləri, yəni ki, qutunun içində böyük bir qutudur. Burada da göstərilir. Böyük qutunun içində nə var? İki dənə orta ölçülüdür. Orta ölçülü qutuların hər birinin içində də 2 dənə kiçik qutu var. Onda biz tapırıq ki, görək, bir böyük qutuda neçə kiçik, ümumiyyətlə neçə kiçik qutu var? Bunu bizdən soruşur. Bizim də Səbinə cəmi neçə qutu aldı soruşur bizdən. Bunu da tapmaq üçün bilirik ki, amma bir dənə burada sual var ki, bu sualı düzgün verməsi lazım idi ki, bizdən ümumi qutuların sayını soruşur, cəmi neçə qutu alıb onu soruşur, yoxsa yəni belə deyək də kiçik qutuların sayını. Çünki qutu deyirsə, böyük qutunu da, kiçik qutunu da hamısını tapırıq. Biz bilirik ki, kiçik qutuların hər orta qutunun içində 2 dənə kiçik qutu var. Və bundan 2 dənə olduğuna görə böyük qutunun içində 2-ni 2-yə vururuq. Deməli tapdıq ki, böyük qutunun içində 4 dənə kiçik qutu var. Düzdürmü? 4 kiçik qutu var. Və bu 4 kiçik qutudan əlavə 2 dənə orta ölçülü qutu var. Üstünə 2 gəlmiş oluruq, orta ölçülü. Bir dənə də böyük ölçülü qutu var. Cəmi nə qədər oldu? 4 üstəgəl 2 üstəgəl 1 bərabərdir 7. Deməli, bir böyük qutu alıbsa, ümumilikdə neçə qutu olmuş olur burada? 7 qutu olmuş olur. 7 parça var. Yəni, belə deyək də, sanki bəzən reklamlarda görürük, 48 parçalıq, orada qaşığı da hesablayır, məsələn, deyək ki, ona çəngəli də hesablayır. Deyir ki, 48 parçadan ibarət, nə bilim, dəst, belə bir şey. Burada da bizə qutuların sayını soruşur. Soruşmur ki, desəydi ki, neçə kiçik qutu var, o zaman 4 demiş olar. Ümumi deyir, Səbinə cəmi neçə qutu aldı? 7 qutu bir böyük qutunun içində, yəni bir böyük qutu üçün həlli tapırıq ki, 7 qutu var. Ondan sonra neçə belə qutu var? 3 dənə belə qutu var. 7-ni də nə edərik? Vurmuş olarıq 3-ə. Bu da bərabər deyir neçə? 21. Deməli, Səbinə neçə qutu aldı? 21 qutu aldı. Baxın uşaqlar, diqqətli olun. Bəzi müəllimləriniz ola bilsin ki, yəni 4 qutu hesablayacaq, ondan sonra deyəcək ki, hə, yəni ümumiyyətlə bilmirəm, bunun metodik vəsaitində də hesablanması yəqin ki, izahı verilmiş olacaq. Mən oxuduğuma cavab vermiş olam. Nə oxuyuramsa ona cavab. Çünki məndən kiçik qutuların sayını soruşmur. Ümumi cəmi neçə qutu aldı soruşur. Cəmi də 21 qutu alıb. Çünki bir böyük qutunu aldıqda artıq orada 2 dənə orta, 4 dənə kiçik, bir dənə də böyük qutu olmuş olur ki, bunların da cəmi 7-yə bərabərdir. Bu qədər keçirik növbəti tapşırıq. Daha doğrusu məsələ həlli üsullarını deyir ki, məsələləri göstərilən üsullarla həll et. Biz də zaten onlarla həll et. Bir də yazır ki, dülgərə bir taxta parçasını mişalla 2 hissəyə bölmək üçün 3 dəqiqə vaxt lazım gəlir. O, belə taxta parçasını 7 hissəyə bölməyə neçə dəqiqə vaxt sərf edər? Uşaqlar, ümumiyyətlə, bir taxta parçasıdırsa, məsələn, bu deyək ki, bir taxta parçasıdır. Elə o, mənim bu qədər səliqəsiz çəkdiniz deyərsiniz, siz biraz səliqəli edək də bunu. Olsun, taxta parçamızı burada, nə oldu bu? Mən bunun üstünü vurdum, axı, tamam. Taxta parçası, bu belə bir taxta parçasıdır. Neçə hissəyə, yəni bərabər hissələrə kəsilməsi önəmli deyil. Bizə lazımdır ki, 7 yerə kəsil. İlk öncə bunu nə edirik? Bilirik ki, 2 hissəyə bölməyə 3 dəqiqə vaxt sərf edirik. Gəlin bunu 2 hissəyə bölək. Deyirik ki, buradan böldük bunu 2 hissəyə. İstəyir hardan bölüksə, istəyir buradan bölək. Bölməyi çox da önəmli deyil. Hardan bölünür?
bölündüsə, yəni bir dəfə kəsim olacaq, bir dəfə kəsimə. Vaxt nəyə gedir? Kəsimə gedir. Bir dəfə kəsildi, bir kəsimə nə qədər düşür? 3 dəqiqə vaxt sərf olunur, bizə deyir. 3 dəqiqə. Və bizə deyir ki, bu taxta, belə bir taxta parçasını 7 hissəyə, yəni eyni taxta bunu 7 hissəyə kəs. 7 hissəyə kəsəndə ilk öncə baxırıq ki, mənim bir kəsim, yəni bir dəfə kəsiriksə, kəsim vaxt nəyə getmiş olur? Kəsimə gedir. Kəsmək üçün vaxt sərf olunur. Bir dəfə kəsəndə 2 yerə bölmüş oluruq. Birdən 2 dəfə kəsmiş olsaq neçə yerə bölmüş olarıq? Və buradan bir dənə də kəsdik. Burada 3 oldu. Yəni burada 3 dəqiqə getmiş olacaq. Amma bu dəfə 3 hissə. 2 kəsim, yəni 2 dənə kəsim elədik. 3 hissə oldu. Yəni bir dənə də kəsim eləsək neçə olacaq? Buradan da 3 dəqiqə vaxt sərf olundu. Deməli biz baxırıq ki, hissələrin sayı həmişə kəsimlərin sayından bir vahid çoxdur. Əgər məsələn 4 hissəyə ayırmaq lazımdırsa 3 yerdən kəsmək lazım olacaq. 2 hissəyə ayırmaq lazımdırsa 1 yerdən kəsmək lazım olur. Onda 7 hissəyə ayırmaq üçün, 7 hissəyə bölmək üçün neçə yerdən kəsmək lazımdır? Müəllim, 6 yerdən kəsmək lazımdır. Onda biz bunu nə edirik? Yəni 6 yerdən kəsmiş olarıq. 3 yerdən kəsmişik. Bir dənə buradan da deyək ki, kəsdik. Buradan da kəsildi. Buradan da kəsildi. Buradan da kəsildi. Neçə yerdən? Tam 1, 2, 3, 4, 5, 6 hissədən. Hər hissəsində 3 dəqiqə getdiyinə görə nə edirik? 6-nı da vururuq. 3-ə bərabərdir. 18 dəqiqə vaxt sərf etmiş olarıq. Bunu da bu cür yazmış oldu. Müəllim deyirsiniz, biz bunu şəkil çəkməklə, bəli, şəkil çəkə də bilərsiniz. Şəkil çəkəndən sonra dediklərimi şifahi deyirsiniz. Deyirsiniz ki, yəni cavab yazırsınız. Yazırsınız ki, kəsim sayı, daha doğrusu qanunu, qaydasını yazırsınız. Deyirsiniz ki, zaman kəsmək üçün sərf edilir. Hərfimlə yaxşı edilir. Bunu yazdıq, tamam. Yəni, o qədər eybəcər yazdıq, tamam. Edilir. Bunu yazandan sonra deyirik ki, bir kəsim 2 hissə, 2 kəsim 3 hissə olarsa, olduğu üçün və yaxud da ki, üçün 7 hissə, yəni 7 yerə bölməyə, bundan davamında var. 7 yerə bölməyə 6 kəsim lazımdır. Bunu yazdıqdan sonra əlbəttə ki, yuxarıda yazdığım 6 vurulsun 3-ü nə edirsiniz? 18-ə vurarsınız. Yəqin ki, dediklərimi başa düşdünüz. Ümid edirəm ki, qaranlıq qalmadı. Növbəti tapşırıq 2-də görək nə yazır. Yazır ki, şahmat yarışında finala 3 oyunçu çıxdı. Onların hər biri digərləri ilə bir görüş keçirməlidir. Finalda cəmi neçə görüş olmalıdır? Finalçıların sayı A4, B5 olarsa görüşlərin sayı nə qədər olar? Birinci 3 oyunçu üçün. Gəlin bunu belə deyək də bir izahlı olaraq şəkilli, daha doğrusu təsvirlə izah edək. Deyək ki, oyunçuların biri A oyunçusudur, biri B'dir, biri də C'dir. Bu A oyuncusu finala çıxanda bir-birindən oynamalıdır. Deyir ki, onların hər biri digəri ilə oynamalıdır. Deməli, A oyunu ilə A ilə B oynayacaq. A ilə C də oynayacaq. Deməli, A B ilə oynadığına görə daha B A ilə oynamasına ehtiyac yoxdur ki, oynadılar. Bundan sonra da B də nə olacaq? C ilə oynamış olacaq və oyunlar bitəcək. Cəmi neçə oyun oldu? 1, 2, 3 oyun olmuş oldu. Deməli, tapdıq ki, 3 oyun. Bunu necə tapmış olaraq, yazılı olaraq? Deyir ki, müəllim, hər oyunçu özündən başqa, özü ilə oynamaq ki, digər ikisi ilə oynayacaq və oyunların sayını tapmaq üçün 3 nəfərdir, digər ikisi ilə oynayır deyə vurdum 2-yə. Əla, çox gözəl. Hər ikisinə bir oyun düşür, ikisinə bir oyun. Birdən, məsələn, deyək ki, A, B ilə oynasa, desəklər ki, bir rəqib meydanda oynayır, bir öz yerində oynayır. Onda ikisinə 2 oyun düşəcəkdir. Zaten elə 3 vurulsun 2 kimi də saxlaya bilərdik və yaxud ki, onun da qaydasını deyəcəm. Burada isə ikisinə bir oyun düşür. Deməli, nə edəcəm? Bu 3 vurulsun 2-nin indikini nə etməliyəm? Yenidən 2-yə bölməliyəm. Bu da bərabərdir. Neçə? 3-ü 2-yə vurdum, 6, 6-nı da 2-yə böldüm. Elədi neçə? 3 etmiş oldu.
Aha, çox gözəl. İndi bizdən soruşur ki, A 4 belə 4 oyunçu olarsa, 4 olarsa görüşlərin sayı, yəni oyunçuların finalçıların sayı 4 olarsa, o zaman bu 4 nəfər özündən başqa, yəni digər 3 nəfərlə oyun keçirəcək. Yenə hər ikisinə neçə oyun çatmış olur? Əlbəttə ki, bir oyun çatır. Ona görə də 2-yə bölürük. Bu da bərabərdir. 4-ü 3-ə vurduq neçə elədi? 12 2-yə böldük, 6 70 olur. İşte bunu da deyək də. Məsələn, oyuncuların sayı A, B, C, D-dir. O zaman A, B, C oyunu keçirildi. A, B, A, C, daha sonra A, D oyunu da keçirilmiş olacaq. Daha sonra B, C oyunu keçirilirsə, B, D oyunu da keçirilmiş olacaq. B, D oyunu da keçiriləcək. B, D ilə oyun keçirdi. C özündən əvvəl B ilə də oynayıb, aynı anda oynayıb. C qaldı nə ilə? D ilə oynamağa. C də D ilə də oynamış olur. Bunu da buradan sübutdan göstərə bilərik. Digərinə baxırıq, müəllim. Deyirik, 5 oyuncu olarsa, finala 5-i çıxarsa, yenə bu 5 nəfər digər 4-ü ilə oynayır. Hərəsinə 2 oyun düşür deyə bölürük 2-yə. Bərabərdir. 5-i 4-ə vuranda 22-yə böldük. Neçə eldi? 10 etmiş oldu. İstəyirsən 10 oyuncu olsun. Düzdür, artıq 10 oyuncunu A, B, C, D ilə yazmaq mümkün deyil. 10 oyuncudursa, özündən başqa, yəni digər 9 oyuncu ilə oynayacaq. Hərəsinə 2 oyun düşür. 10-u 9-a vurduq, elədi 90, 2-yə böldük 45 70 olacaq. Bu cürdə yaza bilərik və s. və yaxud da belə deyirik. Məsələn, A 3 nəfərlə oynadı, belə deyək. B artıq A ilə oynayıb, digər ikisi ilə oynayacaq. Bu cürdə davam etmək olar, amma qısa yolu budur. Fikrimi yəqin ki, çatdıra bildim. Keçirik növbəti tapşırığa. Yazır ki, 3 Elxan 9 ağ rəngli kubu bir sıra düzüb kuboid düzəltdi. O alınmış kuboidi mavi boya ilə rənglədi. Elxan kubları yenidən ayırsa, kubların cəmi neçə üzü rənglənmiş olar? Neçə üzü rənglənməmiş olacaq? Ümumiyyətlə, kubun neçə üzü var? Yazırıq, kubun 6 üzü var. Bu məlumdur bizə. Və biz bilirik ki, əgər 2 kubu birləşdirərsə, 2 kub birləşərsə, bunun neçə üzü artıq ortada olmadığına görə digər, belə deyək, hər birinin neçə? Hər birinin 5 üzü. 5 üzü rənglənər. Və hərəsinin bir üzü də qalmış olur. Onda rəngli üzlərin sayını tapmaq üçün neyinirik? 2-ni vururuq 5-ə. Yəni 2 dənə belə var. Eləyir 10. Cəmi 6-dır. Deməli, daha sonra hər birində 6-dır. Hər birində bir üzü rənglidir. 2-ni də 1-ə vururuq. Bu da bərabərdir. Bir üzü də rəngsiz olur. 2 üzü də rəngsiz olacaq. Başlayaq. 1 yazdım. Əgər 3 kub olarsa, o zaman bunların ortadakı, yəni qıraqdakıların qıraq kubların 500'ü orta kubların, yəni arada qalan kubların, istəsiz belə də yazın, 400'ü rənglənər. O zaman biz bunu necə yazmış olarıq? Deməli, qıraqda 2 dənə qalırdı həmişə. Bu 2-ni 5-ə vurarıq. Üstünə də gələrik. Bir dənə də 4-dür. Biri də 4-ə vurmuş olarıq. Məsələn, 3 kub üçün rəngli üzlərin sayı olacaq. 2 vurulsun 5, üstə gəl 1 vurulsun 4 eləyir. 14 etmiş olur. Rəngsiz üzlərin, deməli 2 dənə kubun hərəsinin 1-dir, 2-ni 1-ə vurmuş olaraq, üstə gəl 1 dənə kubun da 2 üzüdür. Bunlar da toplayanda 4 üzü. 4 üzü də rəngsiz olacaq. Demək 14 rəngli, digər də rəngsiz. Nəysə. İndi artıq biz bilirik ki, neçə kubdan istifadə? 9 ağ kubdur. Bu 9 ağ kubun 2 dənəsi qıraqda qaldı. Neçəsi oldu? 7. Deməli biz bunu necə edərik? Qıraqda qalan 2 kubun 500'ü üstə gəlinsin. Ortada qalan 7 kubun isə 400'ü rənglənmiş olacaq. Buna görə də 2-ni 5-ə vurarıq 10, üstə gəlir 7-ni 4-ə vurarıq 28. Topladıq neçə oldu? 38.
Deməli 38 üzr rəngli rəngsizləri tapanda deyirik ki, 2 kubun bir üzüdür. 2-ni 1-ə vurduq. Üstə gəl. 7 kubun isə hərəsinin 2 üzü rəngsiz olacaq daha doğrusu. 2-ni 1-ə vurduq, elədi 2, üstə gəl 7-ni 2-yə vurduq, 14 topladıq, neçə elədi? 16 70 oldu. Cəmi neçə yüz oldu? 38 ilə 16-nı topladıq 54 və hər kubun 6 yüzü olduğuna görə 54 kubumuz. Deməli 38 burada yazmaq olmur. Yazarsınız ki, bu misalı yazandan sonra daha doğrusu yəni yuxarıdakıları mənim dediyim şəkildə dəfələrlə izləyin, tam olaraq başa düşün. Artıq özünüz də orada belə deyək də öz fikirlərinizi əlavə edə bilərsiniz. Daha geniş, daha aydın şəkildə yazmağınız üçün biraz da yer qoymuşam orada və ondan sonra da artıq bu sualın cavabını tam başa düşərsiniz və anlayarsınız. Bundan sonra 9 kub olmur, istir olsun belə 20 kub olsun. 20 kub olarsa, nümunə olaraq 20 kub olarsa, yenə də 2 dənə qıraqdakılar, yəni bu cür yan-yana birləşsə, 2-ni vurmuş olaraq neçəyə? 20 dənədən 2 dənəsi 500-ü rənglənmiş olacaq. Üstə gəlinsin, yerdə qaldı 18, 18-in də 400-ü rənglənmiş olur. 10 üstə gəl 72 eləcək 82 yüz. Rəngli olmuş olacaq. Digərləri də rəngsiz olacaq ki, onu da artıq özünüz taparsınız. Yəni bunu nümunə olaraq gətirdim. Yəni bizdən sual versələr hansı tapmaq o cür tapa bilər. Bu qədər, növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.